Salam. Həyatımızın müəyyən dövrlərində özümüzə sözlər veririk. Bunların bəzilərini tutmaq çox rahat olur, bəzilərini tutmaqda isə çətinlik çəkirik. Bu gün mən sizə özümə verdiyim, amma tuta bilmədiyim bir neçə söz haqqında danışmaq istəyirəm. Ola bilər bunlardan bəziləri elə sizə də tanış gəlsin, özünüzü tapasınız. Mənim üçün özümə verdiyim, amma tuta bilmədiyim sözlərdən birincisi musiqiyə qulaq asmamaqdır. Yəni ola bilər bu sizə qəribə gəlsin. Niyə musiqiyə qulaq asmamağa özünə söz verəsən? Çünki uşaqlıqdan bəri musiqi mənim komfort zonam olub həmişə. Özümü pis eləyəndə həmişə depressiv musiqilərə qulaq asmışam. Daha da pis eləmişəm və yaxud da orada rahatlıq tapmışam. Bəzən də özümü çox yaxşı hiss eləyəndə daha əyləncəli musiqilərə qulaq asmışam, enerjimi artırmışam. Hiss edirəm ki, bu son illərdə məni əksinə yoran bir şeydir. Çünki elə bil real dünyadan daha da uzaqlaşıram elə olanda. Buna müəyyən qədər ümumiyyətlə tərk etmişəm. Təbii ki də əvvəlki qədər musiqiyə qulaq asmıram. Amma həyatımdan tamamilə çıxartmışamı, çıxartmamışam. Təbii ki də bəzən maşında musiqiyə qulaq asmağı və yaxud da konsertlərə getməyi bunları nəzərdə tutmuram. Çünki musiqi həqiqətən ruhun qidasıdır. Amma artıq naşiqlə musiqiyə qulaq asmağı tamamilə həyatımdan çıxartmaq istəyirəm. Ümid edirəm ki, bu sözümü tuta bilərəm. Keçək indi ikinci sözə. İkinci söz məncə sizin bir çoxunuzda var. Səhər duranda Instagrama və yaxud da Facebooka girməyi, reelslərə baxmağı və yaxud da YouTube'a girib shortslara baxmağı bunu çox tərk etmək istəyirəm. Son 1-2 ildə özümə hər dəfə zaman-zaman bu sözü verirəm, amma hələ də tuta bilmirəm. Məsələn, elə bu gün oyanan kimi Instagrama girdim. Bir də Instagrama girib reelslərə baxa-baxa deyirəm ki, içimdən ayda gülşəm. Bu gün də baxdın, yəni bu gün də getdi də bu. Təbii ki də bunun bir çarəsi Instagramı və yaxud da sosial medianı silməkdir, amma mən silmədən bunu bacarmaq istəyirəm. Mütəxəssislərin də məsləhət gördüyü üzrə səhər duran kimi telefona baxmaq, reelslərə baxmaq falan ziyandır, daha da beyni məşğul eləyir. O təmiz beyinlə durub sadəcə yemək yemək, su içmək daha faydalıdır. Nəinki duran kimi telefona baxmaq. Bu mənim özümdə tərk etmək istədiyim ikinci şeydir. Çünki düşünürəm ki, bu insanın həyat keyfiyyətini biraz aşağı salan bir şeydir. Bəlkə bəziləri bizdə hiss eləmisiniz. Səhər durub telefonla oynayandan sonra insana daha da bir yorğunluq gəlir. Səhər kofe içmək, ac qarnına kofe içmək kimi bir şeydir. İnşallah bu il bunu bacara bilərəm. Çünki məncə hər şey olsa vərdişdir. Buna da vərdiş eləyəndən sonra niyə də olmasın. İndi keçək üçüncü sözə. Üçüncü söz də məncə bir çoxunuzda tanışdır. Bu kontrol eləmək, kontrol hissi. Son zamanlar özümə hər dəfə söz verirəm ki, bundan sonra kontrol hissini idarə eləyəcəm. Nə vaxt ki, nəyisə kontrol eləməyə başlasam, bunu dayandıracağam. Bu biraz da məncə mükəmməliyyətçilik hissindən irəli gəlir. Yəni sanki dayanmadan beynim işləyir, bunu burada belə eləməliyəm, aha onu elə eləməliyəm, yox bunu da eləyim. Sanki bir şeyləri kontrol eləməyi dayandırsam, həyatımda nələrsə pis gedəcək. Məncə bu bir çoxuna tanışdır və bu hissi buraxmaq istəyirəm. Hələ də tam buraxa bilməmişəm. Ötən illərə baxsaq, təbii ki də bunu da 50-60% bacarmışam. Helaldir, amma həyatımdan hələ də tam çıxara bilmirəm. Bu kontrol hissi insanı yoran və türklər demiş, daim tetikdə saxlayan bir şeydir. Ona görə bunu da həyatımdan tamamilə çıxartmaq istəyirəm. İndi isə gələk dördüncü sözə. Dördüncü söz, bilmirəm, bəlkə də videonun başından bəri və yaxud da bundan əvvəlki videolarımdan da hiss eləmişsiniz, sürətlə danışmaq. Mən əvvəllər buna çox yaxşı bir şeymiş kimi baxırdım. Mən sürətlə yeriyirəm, sürətlə danışıram, sürətlə yazıram. Hətta uşaqlara göstərirdim ki, mən gözü yumulu klaviaturada yazıram falan, anam nə böyük xoşbəxtlik. Amma bunu tərk etmək istəyirəm. Amma hələ də tərk edə bilməmişəm. Yəni bu da özümə verib, hələ də tuta bilmədiyim sözlərdən biridir. Bir dəfə atam gəlib, mən nəysə ona danışanda mənə dedi ki, Gülşən, bəlkə bir-iki sizə danışasan. O an elə bil məndə biraz aydınlama oldu ki, doğrudan mən həqiqətən sürətlə danışıram və bu anda olmağı çox qaçırdan bir şeydir. Düşün, bir dənə sürətlə yeriyirsən, sürətlə danışırsan, daim harası tələsən kimi. Bunun səbəbi də məncə biraz texnologiyanı daha da inkişaf eləməkdir. Artıq görürsünüz, videolara 2x baxır insanlar və yaxud da reelslərə 2x baxır. Elə olanda sanki həqiqətən vaxt da tez gedir, dünya da daha sürətlə fırlanır və bu insanı yoran bir şeydir. Düzün deyim, qabağımda artıq yavaş danışan, aram
aram danışan insan görəndə birdən belə oluram, qısqanıram yəni. Deyirəm, ayda halalda nə qəşəng səbirlə danışır. Çünki bu sürətlə danışmaq, sürətlə davranmaq bunlar bir müddət sonra bizim səbirsiz bir olmağımıza gətirib çıxarır. Bunu da həyatımdan tam çıxarda bilməmişəm. Özümə verdiyim bu sözü də hələ tuta bilməmişəm. Amma inanıram ki, bunu da bacaracağam. Bu da özümə verib amma tuta bilmədiyim 4-cü söz idi. İndi isə gələk özümə verdiyim amma tuta bilmədiyim 5-ci sözə. Mən düşünürəm ki, bu da bir neçə insana tanış olan bir hissdir. Özünü daim izah eləmək. Bu, kimsə səndən izah tələb eləsin, sən izah verəsən kimi bir şey deyil. Bəzən heç kəs səndən izah gözləmədiyi halda belə elədiyin bir şeyin açıqlamasını vermək, özünü izah eləmək, çox detay vermək, bu mənim özümdə dəyişmək istədiyim bir şeydir. Ötən illərə baxanda təbii ki də bunu da 60-70% azaltmışam, amma hələ də həyatımdan tam çıxara bilməmişəm. Bəzən bir şey eləyirəm, sonra deyirəm ki, indi lazım idi, yəni bunu izah eləməyə. Elədim bu qədər. Bəzən bir şeylərə sadəcə mən belə seçdim demək kifayət qədər asan cavabdır. Amma bəzən belə bir cavab verə bilmirik. Başlayırıq nələrisə izah eləməyə və bilmirəm fikir vermisiniz ya yox, biz bir şeyləri izah elədikcə artıq insanlar da izah gözləyirlər. Halbuki məncə çox mehribanlıqla, mən belə elədim, bilmirəm, bu mənim qərarım idi deyib söhbəti bağlamaq daha yaxşı bir şeydir. Bununla bağlı da bir videoya baxmışdım ki, nə vaxt özünüzü gördünüz ki, izah eləməyə başlayırsınız, həmin an elə beyninize özünüzü məcbur eləyin ki, yox, mən açıqlama verməyəcəm, bu qədər, belə elədim. Yəni bu qədər mənim özümə verib hələ də tuta bilmədiyim, tam da ürəyimcə olmayan 5 davranış şəkli bunlardı. Dediyim kimi, səhərlər duranda telefona baxmaq, musiqiyə qulaq asmamaq, kontrol hissi, sürətlə danışmaq və özünü bəzən lazımsız dərəcədə çox izah eləmək. Bunlar mən düşünürəm ki, insanın həyat keyfiyyətin ayrı-ayrılıqda az, amma bir yerdə çox yoran bir şeydir. Ona görə bunları həyatımdan çıxartmaq istəyirəm. Ümid eləyirəm ki, 2026-da özümə verdiyim bu sözləri tuta bilərəm. Çünki ilk mərhələ təbii ki də bunun fərqinə varmaqdır, sonra da məşq eləməkdir. Bu dünyada da təbii ki heç nə qeyri-mümkün deyil. Ona görə də məncə bunların hamısını bu il ərzində eləyə bilərəm. Məncə bunların bəziləri sizə də tanışdır. Əgər sizdə varsa bunlar, mənə kommentlərdə bölüşə bilərsiniz. Bu dəfə videonu fərqli formatda çəkmək istədim. Nə qədər paylaşarıq, ora getdim, bura getdim. Hamımız insanıq, hamımızın özünə verib tuta bilmədiyi sözlər var, tutmağa çalışdığı, amma çətinlik çəkdiyi sözlər var. Bəlkə də bəziləriniz bu videoda özünüzü tapacaqsınız. Məndə də bunlar var, mən də çalışıram deyəcəksiniz. Bəlkə də bəziləriniz bu video bizim nəyimizə lazım deyə gülşən deyəcəksiniz. Ümid edirəm ki, siz də bu il özünüzə verib tutmaq istədiyiniz bütün sözləri tutarsınız və özünüzlə də həmişə qürur duyarsınız. Növbəti videolarda görüşənə qədər hələlik.